Buyurun, içəridədir yaralılar hamısı. Keçin içəri. Durmayın, durmayın. Nətərsən? Ölürəm. Ölürsən? Cənab Prezident, bu döyüşdən qaçanda özümüz bunu ayağından atdıq. Yəni ki, müharibədən qaçırdı. Aha. Bəli, biz yəni vəzifə borcumuz idi ki, ayağından ataq. Gəl əlimi sürdüm sənin ayağıma, bəlkə şəfa tapdım. Ölürsən? Külsən başı. Külü qoyum kişi təpənə. Cənab Prezident, bu isə ümumiyyətlə müharibəyə gəlmirdi. Yəni biz onu orada dartdıq ki və bəli, əli xəsarət alıb. Bəli, əli xəsarət aldı və hazırda gipsə qoymuşuq. Yəni əlinin qanqrena etmə təhlükəsi də çoxdur. Yəni əli çox üstündədir. Tüpürümüz var. Narahat olma, uzaqlaş elərsən. Kilo qoyulmuş. Cənab Prezident, bunun isə xəstəliyi tamam başqa cürdür. Belə ki, bax, gördüyünüz kimi güclə nəfəs alır. Demək, bunda diaqnoz budur ki, bu şəxsin, yəni bu cavanımızın, bu gəncimizin müharibə sözünə qarşı allergiyası var. Yəni, axır vaxtlar televizorlarda müharibə sözü çox işlədildiyi üçün infarkt keçirmişdir. Bu əsgərimiz zərifliyi sevir, istəyir ki, kimsə onu sığallasın, qoluna əl çəksin. Bax, sizin kimi, yəni bu belə cavanlara müharibə məsləhət görmək olmaz, Cənab Prezident. Yəni ki, mən necə başa salım sizi, yəni mümkünü yoxdur da, belə deyək qısası. Özünüz başa düşən oğlansınız da, maşallah, yəni özünüz bilirsiniz. Cənab Prezident, ümumiyyətlə, bax, buna mən nə deyim bilmirəm. Yəni ki, bu qardaşımız, yəni gördüyün kimi yalandan bırnına zadına şey keçmişik. Yəni bir qədər gördüyün kimi vəziyyəti bunun da pisdir. Diaqnoz inşallah bir şey tapıb qoyacaq. Belə yaxşı oğlandı, yəni başına falan əl çəkə bilərsiniz. Yaxşı olar hər halda. Cənab Prezident, bunun isə ayaq üstə durmağa taqəti yoxdur. Yəni bu ancaq divanda uzanmağı sevir. Külsən başı.